Dövlət İmtahan Mərkəzi aprelin 13-ü, 20-si və 27-sində ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını keçirəcək və imtahanın şəhər və rayonlar üzrə keçirilmə qrafiki artıq müəyyən edilib. Sınaq imtahanında iştirak etmək üçün magistraturaya da qeydiyyat davam edir. Suallarımız var və ətraflı cavabı bizə birbaşa bağlantıda Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə cavablandıracaq və Xanlar müəllim, hər vaxtınız xeyir. Sabahınız xeyir olsun. Xanlar müəllim, artıq demək olar ki, təhsil ilinin sonudur, çox az qalıb, abituriyentlər də həyəcanlıdır və magistratura pilləsinə qəbul olmaq istəyənlər də həyəcanlıdır. İstərdik ki, bax, ümumiyyətlə, proses necə gedir, imtahanlara çox az qalıb və nəticə etibarilə prosesin yekunu nə vaxt olacaq? Ümumiyyətlə, bax, bu abituriyentləri və eyni zamanda valideynləri maraqlandıran suallara cavabları sizdə tapmaq istəyirik. Buyurun. Təşəkkür edirəm. Mən ilk növbədə qeyd eləmək istəyirəm ki, mart ayının 2-sində və 9-unda bilirsiniz ki, buraxılış imtahanları keçirilmişdi 11-ci sinif təhsil səviyyəsi üzrə. Hazırda həmin imtahanların materiallarının yoxlanılması prosesi başa çatmaqdadır və həftə sonuna qədər gözlənilir ki, həmin imtahanların nəticələri elan olunsun. Bunlar qəbul imtahanının birinci mərhələsi də hesab olunur. Kim ki, ali təhsil müəssisəsinə qəbul olmaq üçün sənəd veribdir, onlar üçün də bu xüsusi əhəmiyyət kəsb edir. Və mən bir daha xatırladıram ki, mərkəz tərəfindən nəzərdə tutulub ki, mart ayının 2-sində keçirilən imtahanın nəticəsi bu həftə sonuna qədər elan olunsun. Sonra siz toxundunuz 9-cu siniflərin imtahanlarına, hansı ki, aprelin 13-ündə, 20-sində və 27-sində keçiriləcəkdir. Ayın 13-ündə keçirilən imtahanla bağlı mən deyə bilərəm ki, 51 mindən artıq şagirdin bu imtahanlarda iştirakı nəzərdə tutulur və 25 şəhər rayonda təşkil olunacaqdır. Bu imtahana buraxılış vərəqəsi artıq Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilibdir. Ona görə də şagirdlər daxil olsunlar dim.gov.az saytına, həmçinin məktəblərin özləri də onların şagirdlərinin buraxılış vərəqələrini çap edib verə bilər. Bunu nəyə görə mən vurğulayıram? Çünki imtahana buraxılış vərəqəsi əhəmiyyətlidir. Orada göstərilir ki, siz imtahanı harda verəcəksiniz, hansı məktəbdə olacaqdır, saat neçədə başlayır, nə vaxt gəlmək lazımdır. Bax, bütün o zəruri məlumatlar buraxılış vərəqəsində yerləşdirilir və şəxsiyyəti təsdiq edən sənədlə bağlı diqqətli olsunlar. Çünki bəzən biz görürük ki, onlar yalnız onun sürətini imtahana gətirirlər və yaxud da ki, ümumiyyətlə gətirmirlər. Bax, bu məsələ çox əhəmiyyətlidir. Əgər şəkil yoxdursa da şəxsiyyət vəsiqəsində, onda məktəbə müraciət eləsinlər, məktəbdən bir şəkilli arayış alırlar. Bu 3 sənəd olmalıdır. Şəxsiyyət vəsiqəsi, əgər vəsiqədə şəkil yoxdursa, məktəbdən verilən şəkilli arayış və imtahana buraxılış vərəqəsi. Mən bir məsələni də elə isti diqqətinizə çatdırım ki, Dövlət İmtahan Mərkəzi elə bax bu dəqiqələrdə öz saytına aprelin 20-sində keçiriləcək imtahanın buraxılış vərəqələrini də artıq yerləşdiribdir. Həmin o şagirdlər də çap edə bilərlər. İkinci toxunduğunuz istiqamət magistraturaya qəbul olmaq istəyənlərdir. Biz magistraturaya qəbul imtahanını ildə 2 dəfə keçiririk. Fevral ayında artıq bizim birinci cəhdimiz olmuşdu. Bu artıq bakalavrların ikinci cəhdidir. Bu imtahana yazılış davam eləyir. 6000-dən çox bakalavr hal-hazırda qeydiyyatdan keçibdir və aprel ayının 14-ünə qədər onların imkanı var ki, yenə də elektron qaydada mərkəzin saytına daxil olsunlar və imtahana qeydiyyatdan keçsinlər. Ola bilsin ki, kimsə birinci cəhdə iştirak eləmişdi, indi ikinci cəhdə yazıla bilər və yaxud da ki, İlk dəfə, yəni fevralda olan imtahana yazılmayıbdı, amma istəyir ki, may ayında keçiriləcək imtahanda iştirak eləsin. Onlara da icazə verilir, hər hansı bir məhdudiyyət yoxdur. Aprelin 14-nə qədər yazıla bilərlər və may ayının 11-də həmin bakalavrlar üçün ikinci imtahan keçiriləcəkdir. Burada hansından çox bal toplasalar bakalavrlara fürsət, imkan yaradılır ki, həmin imtahanın balını götürsünlər və müsabiqədə iştirak eləsinlər.
Xanlar müəllim, çox sağ olun, təşəkkür edirik ki, ətraflı bizə təqdim etdiniz məlumatları və bir daha vurğulamaq istəyirəm ki, hazırda bizimlə birbaşa bağlantıda Xanlar Xanlarzadə idi. Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri və abituriyentləri, magistraturaya qəbul olmaq istəyənləri, buraxılış imtahanında iştirak edənləri və eyni zamanda onların valideynlərini də izləyicilərimizi maraqlandıran suallara cavab verdi. Həqiqətən də insanın həyatındakı dönüş nöqtə hesab olunur. Abituriyent olmaq isə ümid edirik ki, hər kəsə qismət olar və bu məsuliyyətli bir prosesdə işdə uğurlar arzu edirik abituriyentlərimizə.